Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil amin ve ala ehl-i beytihi tayyibin tahirin el-ma'sumin el-mukarramin. Allahümme salli ala Muhammed ve ali Muhammed ve əcil fərəcəhum. Quran-ı Kərimə baxarkən görürük ki, Quran insanları bir neçə dəstəyə ayırır. Quranda möminlər haqqında ayələr var, möminləri vəsf eləyir. Kafirlər barəsində ayələr var, onları vəsf eləyir. Münafiqlər barəsində Quran-ı Kərim danışır. Bir dəstə insanlar barəsində də danışarkən Quran buyurur: "Əşihhətən aləl xeyr." Onlar xeyrə hərisdilər. Yəni mənfi mənada onlar xeyir işlər eləməzlər. Xeyir işlərdən onların acığı gəlir. Məsələn, tarixə baxarkən bir nümunə olaraq deyə bilərik ki, Əbdülməlik İbn Mərvan 21 il xilafətdə olub, ən zalim xəlifələrdən də biri olub, Əhl-i Beyt tərəfdarlarını təqib eləyib. Bu insan deyərdi ki, mənim namazdan acığım gəlir, mənim təvafdan acığım gəlir. Gələrdi məsələn Kəbiyə, Məkkiyə gələrkən təvaf eləməzdi. Deyərdi ki, mənim bu işlərdən acığım gəlir. Bəli, bəzi insanlar var ki, onlar nəinki yaxşı işlər etməzlər heç, yaxşı işlərdən acıqları gələr. Bir var insan yaxşı iş eləməsin, bir var ki, etməməsinin səbəbi həmin o yaxşılıqlardan insanın acığının gəlməsidir. Bu bir dəstə insanlardır. İkinci dəstə insanlar var, Quran onlardan danışarkən belə bir ifadə işlədir: "Mənna'illil xeyr." Onlar xeyrin qarşısında maniyədirlər, xeyrə mane olarlar. Bəli, bəzi insanlar da var ki, özləri xeyir iş etməzlər, etmək istəyənləri də qarşısını alarlar, onlara mane olarlar. Özü məsələn sədəqə verməz, sədəqə verənə mane olar. Özü bir ehtiyacının əlindən tutmaz, kömək eləməz, kömək eləyənlərə də mane olar. Bir dəstə insanlar da bunlardır. Amma Quran-ı Kərim öz övliyalarından, öz dostlarından danışarkən, Həzrəti Zəkəriyya və Həzrəti Yəhya kimi peyğəmbərlərdən söhbət açarkən belə bir ifadə işlədir: "İnnəhum kənu yusari'una fil xeyrat." Onlar xeyir işlərə tələsirlər. Bəli, Allah dostlarının, Allah övliyalarının, peyğəmbərlərin belə bir xüsusiyyətləri var ki, onlar xeyir işə tələsirlər. Xeyir işə tələsməyin ən mühüm səbəblərindən də biri budur ki, mərifətli insan, kamil insan bunu başa düşür ki, o xeyrə mənim özümün daha çox ehtiyacım var. Bir nəfər ki, məndən bir yaxşılıq istəyir, mənim köməyimə ehtiyacı var. Mərifətli insan, ayıq insan bilir ki, həmin o xeyir ki, mən eləyəcəm, ona daha çox mənim özümün ehtiyacım var ki, ona kömək eləyim. Allah dostlarının da xüsusiyyəti bundan ibarətdir. Bu xeyrin, çünki həm insanın dünyasına xeyri var, həm də axirətinə xeyri var. Bu baxımdan insan bu düşüncədə olarsa, bu yanaşmayla həyata baxarsa, onda artıq baxmaz ki, bu filan kəs necə insandır, bu filan kəs sabah o yaxşılığı mənə qaytaracaq ya yox. Bu düşüncə ilə eləməz. Yaxşılığa tələsər, xeyir işlərə tələsər, bilər ki, o xeyrə mənim özümün daha çox ehtiyacım var. Allah övliyalarının, peyğəmbərlərin xüsusiyyəti belədir. Kənu yusari'una fil xeyrat. Onlar xeyir işlərə, xeyrə tələsirlər. Allah bizləri də belə mərifətli bəndələrindən qərar versin ki, biz də yaxşılıqlara, xeyirlərə tələsək, xeyrə nifrət eləməyək, xeyirdən acığımız gəlməsin, əşihhətən aləl xeyr olmayaq, mənna'illil xeyr olmayaq, xeyrin qarşısında maniyə olmayaq. Əksinə, xeyir işlərə tələsən bəndələrdən olaq. Allah bu istiqamətdə hər birimizə kömək olsun inşallah. Vəssalamu aleykum və rəhmətullahi və barakatuhu.